Deməli, Sedra kəndində yolda soruşduq ki, bəs burada Antikroma hamamı ha tərəfdədir. Təəssüf ki, inşaat gedir deyə o tərəflərə gedə bilmədik. Amma dayı dedi ki, gəlin mənim bağçamın qonağı olun. Adamın hər cür sitrus meyvəsi var. Bu portağaldır. Bu limonla portağal, yox, limonla mandarinin qarışığıdır. Açıq sarı olanlar. Sonra biraz irəlidə limon var. Sadəcə limon. Hansı ki ondan artıq dərmişəm. Sonra və burada belə bir maraqlı bitki var, meyvə var. Adı mutdur. Dayı elə deyir, mən ilk dəfədir görürəm. Və dərdim yedim bundan. Çox belə fərqli aromatı var. Yəni çox kəskin dadı və iyi var. Yəni bir dənəsi balaca yeyirsən, amma qəribə belə vanilli bir şeydir də sanki. Bundan deyir biz mürəbbə hazırlayırıq, amma son zamanlar deyir eləmirik, amma eləyənlər çoxdur. Sonra arxada hamısı mandarin ağaçlarıdır. Burada yenə portağal ağacı var dayımızın. Burada yenə limon var, maşallah olsun. Deyirəm dayı, bunları niyə satmırsınız? Deyir ki, ya 3-5 lira. Hər kəsin bahçesi dolu zaten. Nədən satayım? Bakın, burada da hətta var. Açıq yol qırağında. Hətta burada bir ağac var, indi sizə göstərəcəm. Üstə yazıblar helal. Yəni ki, hər keçən bir dənə dərir adam narahat qalır axı ki, bunu mənə halal elədilər, yoxsa yox. O yazıb ki, ağacın üstə helal. Yəni rahatlıqla dərib yeyə bilərsən. Bax, istəyirsən deyir, bir paket al, 2 kilo, 3 kilo dər get. Yəni o qədər ürəyi açıqdılar, sağ olsunlar. Hə, dayı deyir ki, yəni bunu niyə satım? Zaten hər kəsin bahçesində var. Deyirəm, tamam da satmırsınız. Bəs niyə dərib yemirsiniz? Deyir, ablacım, zaten bunu dərdik, yedik, bu kadar da yedik deyir. Sadəcə çoxdur meyvəsi. Ona görə də ağaçların üzəri doludur. Bax, belə. Hə. Buradan aşağıda, kəndin aşağısı dənizdir. Deyəm, bu tərəfdən bəlkə daha rahat görünər. Bayaq göstərdim, yaxından göstərirəm. Çox gözəl bir locationdur. Yerdədir bura. Yəni dağ havası, dəniz havası, meşə havası hamısı birləşib burada. Və burada ən çox yayılan meyvələrdən biri də ən çox əkilib biçilən banandır. Bunlar hamısı banan ağaclarıdır. Mavi paketlənən hissələr meyvələrdir. Yəqin ki, yağışdan, qardan qoruyurlar. Çünki banan isti sevən meyvədir. Banan ağaclarının çox sevdim. Dekorativdir sanki. Yarpaqları uzun sarı. İndi aşağıda böyük bir banan əkilən sahə var. İndi oranı gedib çəkəcəm. Çox gözəldir bura. Çox. Baxın, burada dağdan gələn su var. Düzdür, biraz təmizliyə baxmayıblar burada. Bilmirəm, indi bu su içkiyə yararlıdır yoxsa yox. İçməyə daha doğrusu. Bir də bax, bu bitkidir. Bu bitkidən burada da var. Dim mağarasının qarşısında gördüyümüz güldəndir. Bu bilmirəm, kaktusdur mu, aloe'dur mu? Bilmirəm. Bax, belə çox gözəl. Bilmirəm, burada yaşaya bilərəm yoxsa yox, amma ən azı gəlib bir həftə qalıb dincələrəm. Gözəl evləri də var, özlərinə uyğun, şirin, balaca evləri. Və dayı deyir ki, bir ev qardaşımın da 4 qardaşım. Biri böyük qardaşımın da, biri balaca qardaşımın da, biri mənimdir. Yəni ailecə burada yaşayırlar. Halal olsun vallah.